Deyir ki, mən ötən il yaşadığımız evi girov qoyub 25 min manat faizlə pul götürmüşük. Və 36 ayın deyir, bir ilini ödəmişik. 36 ayın bir ilini ödüb, yəni 12 ayını belə başa düşdüm ki. Deyir, müqavilə yoxdur. Faizlə pul verən müqavilə bağlamadı, ancaq sübutlarımız var. Məhkəməyə vermişik. Biz sizcə, bizlə həm də əlaqə saxlaması, elə əlaqə saxlamış kimi oldunuz, narahat olmayın. Ümumiyyətlə soruşur, bu cür prosesdə, yəni məhkəmə heç bir... Mənə aydın olmayan hissəsi müqavilə yoxdur hissəsi oldu. Yəni bunlar evi girovun nəyin əsasında qoyublar? Belə başa düşdüm ki, şəxsdən götürüblər evi. Çünki dedi ki, müqavilə yoxdur, faizə pul verən şəxslə müqavilə bağlamadı. O faizə və pul verən şəxs və 25 min manat pul götürüblər, amma paralelində evini də ona girov qoyublar. Necə qoyublar evlərini girova? Evi onun adına mı keçirdiblər? Bu belə bir sadə prosedur deyil də. Mən evimi girov verdim. Mən sözlə deyim ki, mən sizə evimi girov verdim. Yazır ki, bəli, belə siz deyən kimidir. Yəqin ki, hansısa bir formada adına keçirdiblər. Böyük ehtimal ki, adına keçirdiblər. Belə bir eləyiblər. Və bu artıq belə deyim də, sırf ciddi bir məhkəmə mübahisəsidir. Tərəf həqiqətən də bu faktiki halları sübut eləməlidir. Həmin şəxsə verdiyi pul, bütün ödənişləri olsun. Amma bu kökündən yanlış bir hüquqi proseduradır da. Ümumi olaraq. Yəni bir fiziki şəxslər ümumiyyətlə bir-birləri arasında bu formada, bu fəaliyyətlə ümumiyyətlə bax bir şəxs faizə pul vermək məsələsinə bir də toxunaq. Fiziki şəxs faizə pul verə bilməz. Bəli. Bu qanunvericiliklə qadağandır. Yəni və bunu yalnız ölkədə yəni qeydiyyatdan lisenziya əldə olmuş kredit təşkilatları və yaxud da banklar bu fəaliyyəti həyata keçirir. Yəni hüquqi şəxslər, lisenziyası olan şəxslər bu fəaliyyəti həyata keçirə bilərlər və faizə pul verir. Yəni bir vətəndaş artıq sizə faizə pul verirsə, bu kökündən yanlışdır və sizin quracağınız bütün münasibətlərdə yanlış olacaq. Məsəl üçün də siz başqa münasibətləri pərdələmək üçün başqa bir əqlər quracaqsınız, bağlayacaqsınız. Amma mahiyyət, məsəl üçün bu prosesdə mahiyyət tam başqadır. Yəni bunu rahat şəkildə siz belə bir istəyiniz varsa, bugün Azərbaycan çox rahat ipoteka şərtləri verən ölkədir. Bütün banklar rahat şəkildə daxili ipotekada verirlər, bütün mənzil tikinti kooperativləri də verir, hər kəs verir də bu növ. Məsəl üçün görünür bu daha şirinlikləndirici olub nəymişsə. Bəlkə də və insanlar burada allanır da, heç bir sənəd falan, iş yeri falan istəmirlər və insanlar rahat şəkildə aldana bilir.